məkanları cənnət olsun. Bəli, əziz və vəfalı namsevərlər, iftara doğru bizi izləyən, bizə dəyər verən çox dəyərli izləyicilərimiz. Xocalı müsibətindən qanayan yara adlandırdığım hər zaman, hər birimizin elə adlandırdığımız Xocalı soyqırımdan 34 il ötür. Belə bir dua edərdik, imsaka doğru söylədim o başdandan. Nə olar Allahım, Xocalı müsibətini, Xocalı faciəsini, xalqımızın qan yaddaşını, ya Rəbbim, qisasını qiyamətə saxlama. Qisasımız qiyamətə qalmadı. O ruhlar ki, nigarandır, tək Xocalı şəhidləri deyil, bütün vətən şəhidlərinin bütün nigaran ruhları artıq azad və şaddır. Çünki Allah Taala'nın ərşdə özünün seçdiyi, Rəbbimizin ərşdə xeylisi ilə ol dediyi İlham Əliyev Qarabağın fatihinə çevrildi. Allah ona Qarabağın xilaskarı olmaq üçün ilahidən fürsət verib, Azərbaycan xalqını, Azərbaycan ordusunu vəhdət halında qalib sərkərdəmizin qətiyyət və şücaəti, xalqımızın yenilməz cəsarəti, ordumuzun əyilməz qeyrəti və cəsarəti ilə Qarabağın fəthini bizlərə ihsan etdi. Bugün tək Xocalıda deyil, Şuşada deyil, Ağdamda, Laçında, Zəngilanda, Cəbrayılda deyil, Xanın kəndində Azərbaycan bayrağı dalğalanır. Bu ilahinin bizlərə bəxş etdiyi, bəzən düşünürəm, bəlkə də Xocalıda qətlə yetirilən günahsız körpələrin Allaha doğru səmt alan ruhlarının çağırışı idi. Bəzən fikirləşirəm, bəlkə də qəbirlərdə bu 34 ildə inləyən əmanət qəbirlərə tapşırılan köçkün, didərgin soydaşlarımızın nigaran ruhlarının duası idi. Bəzən fikirləşirəm, bəlkə də gecələri səhərə qədər oyaq qalmayan, oyaq qalan, gecə namazlarında sənin qapından dönməyəcəm, sən mənim dualarıma amin, amin demədikcə, ol demədikcə, göz yaşları səccadəni isladaraq ordumuzu gücləndir, prezidentimi gücləndir, xalqımı gücləndir, vəhdət halına gətir deyən, bəlkə də siddiqlərin, Allah dostlarının, bəlkə də hansısa Əhl-i Beyt mənsubunun etdiyi dualarının ərşdə Rəbbimizin ol deməsi idi. Ol dedi Rəbbimiz, ol dedi Qarabağın Fatihi İlham Əliyevi seçdi. Uhudun, Bədirin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın aslanları kimi keçilməz yollardan aslanlarımızı keçirdi. Bir də baxdıq ki, Şuşada girov qalan Gövhər Ağa məscidindən mənim də uşaqlığımın ən gözəl duyğularının yaddaşıma həkk olduğu o məsciddən azan səsi gəlir. Bir də baxdıq ki, Xocalımızda, Xanın kəndində, Xanın doğmaları, soyundan gələnləri, Azərbaycan xalqı, Azərbaycan ordusu zəfəri qeyd edir. Bir də baxdıq ki, Xanın kəndində qalib sərkərdəmiz Qarabağın Fatihi hərbi paradı qəbul edir. Bunlar Allahın bizlərə lütfüdür. Bunlar Xocalı qisasının qiyamətə qalmamasının Rəbb tərəfindən bizlərə ən böyük ehsanıdır. Allaha sonsuz həmd-i sənalar və şükürlər olsun. Bütün şəhidlərimizi, vətən şəhidlərimizi, Xocalı şəhidlərimiz başda olmaqla rəhmət və dualarımla anıram.
Qonaqlarımı qısa olaraq təqdim edəcəm, çünki Quran kəlamlarını dinləyəcəyik. Bugün ən çox onların bizlərdən gözlədiyi mübarək kəlamlardır. Onların hər birinin cənnətdə, Kövsər başında, könüllərin sultanı Məhəmməd Mustafaya qonaq olması üçün müqəddəs kitabın kəlamlarını şəfayəti ilə onlar üçün ehsan təvəqqə edəcək Rəbbimizdən. İmsaka doğru o başlarından maarifləndirmə işində yanımızda oldu. Tək şəkil çəkdirib getmədi və Xocalı soyqırımının bugünkü günündə yenə də, bilmirəm, biz 3 saat yatdıq, yəqin ki o da 3 saat ya 4 saat yatıb, millətin vəkili, ilahiyyatçı alim, elə İnam komandasının ən fədakar heyətinin təmsilçisi Ceyhun Məmmədov. Xoş gördük, dəyərli qardaşım. Xoş gördüm Seydim. Xoş gördüm. Allah razı olsun. Fariz Babayev, tibb elmləri doktoru, Fariz həkim vətəninə, dövlətinə, qalib sərkərdəsinə həqiqətən də aşiq olan əsil elm, əsil səhiyyə adamıdır, mənəviyyat adamıdır, yaradıcıdır. Xoş gördük, dəyərli həkimim. Hər kəsin axşamı xeyirli olsun, günümüz xeyirli olsun inşallah. Allah razı olsun. Öz gözəl Quran avazı ilə inamın işığında artıq 100 minlərin könlünü fəth edən və çoxlu sayda Quran müəllimi olaraq tələbələrin Quran tədrisini həyata keçirən Bakı İlahiyyat Kollecinin direktor mavini, özümün də ayrıca çox dəyər verdiyim, zahiri və batini bir olan dəyərli qardaşım Əbülfət müəllim Vəliyev. Əbülfət müəllim, xoş gördük. Xoş gördük. Dəyərli seyidimiz, axşamınız xeyirli olsun. Axşamınız xeyir olsun. Hər birinizə Allahın salamı ilə salamlayıram, bütün tamaşaçılarımızı. Axşamınız bir daha xeyirli olsun. Allah razı olsun. Və biz bu ildən vəfalı inamsevərlər görür, eşitmə qabiliyyəti zəif olan, məhdud olan, bilirsiniz, millərlə, bəlkə də daha çoxdur, bizim inamsevərlərimiz var. Biz onların xahişini nəzərə aldıq və çox gözəl, nurlu qızımızı görürsünüz, ədəbli, həyalı Gülnarə Yusifova bu işdə bizə dəstək olur. Onu da salamlayıram dualarımla. Allah razı olsun. Quran ayıdır. Quran ayında haqq sahiblərini anmaq imana bağlı bir məsələdir, təqvaya bağlı bir məsələdir. Xocalı şəhidləri, günahsız qurbanlarımız var, Xocalı qurbanları var, körpələrimiz var. Ancaq ruhları daha azaddır. Nigaran deyil ruhları. Onları birinci niyyət etməyinizi xahiş edirəm. Digər bütün vətən şəhidlərini, Seyid Mübariz, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, bütün vətən şəhidləri antiterror tədbirləri zamanı şəhadətə çatmış. 20 yanvar, hər birini niyyət edin. Ulu öndərimiz, ümmili liderimiz Heydər Əliyev cənabları, hörmətli əzizimiz Zərifə xanımı mən heç zaman ekrandan kənarda da, yol gedəndə də, dualarımda unutmadım. Hörmətli Zərifə xanımın da mübarək ruhu üçün. Bu an bizi izləyən, bizə dəyər verən, necə Ceyhun müəllim gördü, millərlə imsaka doğru o bizlərə xoş söz yazan, dua edən, məni kövrəldən, Ceyhun müəllim də kövrətdi, Ağa müəllimi də kövrətdi, Sadiqi də. Bax, o millərin də vəfat etmişləri üçün niyyət etməyinizi xahiş edirəm. Eləsə dayanmayaq. Ya Allah, Bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين
ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهر على رسول الله وآله الأطهر. Salam olsun, salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən əşrəflisi, ən üstünü, İslamın günəşi, Məhəmmədi Mustafa'ya. Salam olsun onun mübarək əziz ev xalqına, əhli beytinə. Salam olsun onun əziz 4 xəlifəsinə və mübarək səhabələrinə. Salam olsun Xocalı şəhidlərinin, bütün vətən şəhidlərinin mübarək ruhlarına. Bir də Allahın sağlıq və salamı olsun iftara doğru, ilahi ziyafətə, iftar süfrələrinə hazırlaşan, Allahın sevimli qullarına çevrilməyin yarışına qədəm qoyan bütün inamsevərlərin hər birinin üzərinə.
Qurban olum Allahım. Qurban olum Allahım. Bilirəm sən eşidənsən, bilirəm sən çox yaxındasan. Əbifət qardaşımızın Xocalı şəhidləri üçün, vətən şəhidləri üçün oxuduğu mübarək kəlamları öz dərgahında qəbul edib. Xocalı şəhidlərimizi, bütün vətən şəhidlərimizi xəbərdar elə, qurban olum Allahım. Biz onları unutmadıq. Onları unutmamaq üçün qiyamətə qədər Azərbaycan xalqının, ya Rəbbim, yaddaşında xeylisi ilə saxla. Birlik və bərabərliyimiz, vəhdətimiz, Azərbaycan dövlətçiliyinin mühafizəsi üçün Xocalı şəhidlərini bizlər üçün mübarək səbəb qərar ver, ya Rəbbim. O mübarək ruhlara xatir qalib sərkərdəmizi, qalib xalqımızı, qalib ordumuzu vəhdət halında özün mühafizə ilə, özün qoru, həmişəkindən daha çox gücləndir, ya Rəbbim. Allah qəbul etsin. İftarımıza var mı? Azanımıza var mı? Cehum azanımıza var. Var bəli. Buyurun. Var. Fikirləriniz çox maraqlıdır. Seydim, həqiqətən də indi bugün biz elə bu verilişdə Xocalıdan danışarkən bugün Cənab Prezident oradadır. Bəli. Və bugün o memorial kompleksin açılışı oldu və orada da Cənab Prezident bir çox məsələlərə toxundu. Xocalı faciəsi ümumiyyətlə qəddarlıq baxımından, zorakılıq baxımından dünyanın ən qəddar cinayətlərindən biri hesab olunur. Yəni burada yaşlı, uşaq, qadın olmasına baxmayaraq bu insanlara qarşı dərlərini soydular. Bu insanların bədən üzvlərini kəsdilər. Və onların əsas məqsədi o idi ki, bu millətin, xalqın döyüş ruhunu qırsınlar. Yəni, bu millət yenidən mübarizə aparmasın, yenidən torpaqlarının azad olunması barədə düşünməsin. Və biz bu ilk dəfə deyildi, bu soyqırımları yaşadıq. 1905, 1906, 1918 və 92-də yenidən. Amma bugün deyə bilərik ki, bütün bu cinayətlərin, soyqırımların hamısının qisası alındı. Və Azərbaycan xalqı ən əsas odur ki, Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə torpaqlarını azad etdi. Bugün biz tarixdə heç zaman olmadığı qədər güclüyük. Biz son 300 ildə ilk dəfə torpaq itirmədik. İtirilmiş bütün torpaqlarımızı bərpa etdik. Və bugün Qarabağın hər qarışı azaddır. Bugün Azərbaycan tam suverenliyinə və müstəqilliyinə qovuşubdur. Və bugün həqiqətən baxanda biz dünyaya bilirsiniz. Xoşbəxtlik. Yüzlərlə münaqişə var dünyada. Baxın, kimlər müharibəni... Hətta 10 illərlə davam edir. Yəni, baxın, indi bizim regionda, baxın, ən güclü dövlət Maşallah. heç nə edə bilmir. Bugün regionda neçə dövlət var indi, dünyanın müxtəlif ölkələrində. Biz, Cənab Prezident bunu qeyd etmişdi, 80 illik tarixdə bir ilkə Azərbaycan imza atdı. Torpaqlarını azad etdi və böyük bir xoşbəxtlikdir, böyük bir demək, nailiyyətdir. Əlbəttə. Və bu heç nə ilə müqayisə olunmayan bir şeydir. Baxın, biz bu sizin verilişlərdə həmişə dua edirdik, o gün olsun torpaqlarımız azad olunsun. Baxın, bugün Ağdamda, bugün Şuşada, bugün Zəngilanda, Laçında azan səslənir. İllərdə orada bizim məscidlərimizdə donuz saxlayırlar. Mənəvi ümid yenidən bərpa olur. Heyvan saxlayırlar. Amma bugün bu ənənələr necə bərpa olunur və şükür bu günlərə. Çox şükürlər olsun. Allah sizdən razı olsun. Tibbi elmləri doktoru, mənim çox dəyər verdiyim, dəyərli qardaşım Fariz Həkim. Siz də bir daha salamlayıram. Elə birbaşa ziyarətdən gəldiniz. Allah qəbul etsin. Buyurun. Siz dediği bu həqiqətən bizim xalqımızın tarixində ən ağır günlərdən biri idi. 92-ci il fevral ayının 25-dən 26-dan keçən gecə. Bəli. Və bundan istifadə edin. Doğru. Fevral ayının 25-dən 26-dan keçən gecə və dəhşətlisi orasındadır ki, bu
qətliama böyük bir hazırlıq dövrü keçmişdilər və 2 ay ərzində Xocalanın işıqları kəsilmişdi belə. Kənddə işıq da yox idi, su da yox idi və bütün yollar bağlı idi. İnsanların qida ilə, ərzaqla təmin olunması mümkün deyildi. Yəni bu qətliama təkcə onların canını almaqla yox, onları mənəvi olaraq işgəncələrə məruz qoymaqla 2 ay ərzində Sovet və Erməni ordusu hazırlaşırdı və o işləri həyata keçirirdilər. Yalnız vertolyotla insanlara ərzaq daşımaq mümkün idi. O da çox təhlükəli idi o zaman üçün. Elədir. Və bir gecənin içərisində uşağına, böyüyünə baxmadan adi kənd cəmaatını, sakit, dinc insanları qırmaq bu müharibə işi deyildi. Bu bir qətliam idi xalqımıza qarşı. 1270-dən çox insan girov götürülmüşdü. Onlardan elə 200-ə qədərin bugünə qədər də bir məlumat yoxdur. Uşaqlar, körpələr, 60-dan artıq uşaq və Cöyməm söylədiyi kimi onları bir öldürməklə də dincəlmirdilər. Biraz da çox ağır işgəncələr verirdilər. Bütün vəhşiliklər, bəli. Bilirsiniz, Allah insanı, hər bir insanı yer üzündə yaradıb, dinindən, irqindən asılı olmayaraq, hər bir insanın bir yaşam dövrü var. Bələkdən başlayıb, kəfənlə bitən bir insan ömrü var. Bütün insanlar üçün. Amma çox heyflər və yazılar olsun ki, həmin insanlar orada bələkdən çıxmışlar, amma kəfənsiz dünyasını dəyişdilər. O da ona görə də bəlkə də dünyanın ən ağır, ən qəddar bir hadisəsi idi. Ancaq qısas dediyimiz kimi qiyamətə qalmadı. Bəli, min şükür bugünkü günümüzə və bu günləri Cənab Prezidentin də söylədiyi bir ifadə var ki, biz onların qisasını tam aldıq və həqiqətən də artıqlaması ilə aldıq. Bu günümüzə min şükür Allah bizim xalqımızı, millətimizi, insanlarımızı, bütün bəşər övladlarını belə bəlalardan hifz eləsin inşallah. Amin. Gözəl bir dua oldu. Təşəkkür edirəm. Əzanımıza nə qədər var? Var mı əzan? Bir dəqiqə. Bir sual qəbul edək. Çünki insanlarımız iftar. Çox dəyərli, əziz millət vəkilim. Artıq əzan vaxtıdır. Buyurun. Elədim, bugün də 2 dəfə verməyək. Buyurun. Amma xalq çox məmnundur. Xəbəriniz olsun. Buyurun. Bakı, çox üzr istəyirəm, hörmətli Fətmə. Əziz vəfalı namsevərlər, Bakı vaxtı ilə əzan vaxtıdır. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah.
أشهد أن عليا ولي الله أشهد أن عليا ولي الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله صلى الله عليه وآله وسلم. Allah razı olsun, Allah qəbul etsin. Bakı vaxtı ilə iftar vaxtıdır. Buyurun, iftar duasını oxuyun. Allahümme leke sumna ve bike amennâ ve aleyke tevekkelnâ ve ala rizgike eftarnâ ya vasi'al mağfireti iğfir lana. Allah'ım senin rızan için oruç tuttuk. Sana iman ettik. Senin verdiğin ruzu ile iftarımızı asırıq ya Rabbi. Özün bizleri bağışladığın kullarından eyle ya Rabbi. Amin. Amin. Allah qəbul etsin. Əyləşin Əbfət müəllim. Bakı İlahiyyat Kollecinin direktor müavini, əziz qardaşımız, ilahiyyatçı Əbfət müəllimə təşəkkür edirəm. Buyurun. Allah razı olsun. Allah qəbul etsin. Teşekkür ederim. Günara xanım buyurun. Teşekkür ederim. Sağ olun. Aynur xanım. Allah qəbul etsin. Əziz və vəfalı inamsevərlər, Bakı vaxtı ilə bizimlə iftar açanlar, bizdən öncə açanlar, bizdən sonra açacaq bütün soydaşlarımız, mən Allah ant verirəm İzzət-i Cəlalinə, Allah Taala etdiyimiz ibadətləri, zikirləri, duaları, tutduğumuz oruçları, qıldığımız namazları əksikləri ilə öz dərgahında qəbul etsin. Allah, sən böyüksən,
Allahım sən qadirsən, sən mərhəmətlisən, sən rəhimlisən, sən ürəklərin alisi, qəlblərin açarısan, bütün gizlinləri bilən sənsən. Ramazanın 8-ci günündə ilahi ziyafətin olan iftarında, inamın işığında, canlı yayımda, Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə qapına gəldim, ya Rəbbim. Ya Rəbbim, Xocalı şəhidlərimizə, bütün vətən şəhidlərimizə rəhmət eylə. Onların hər birinin axirətini xeyirli qərar ver. Bütün şəhidlərimizi könüllərin sultanı Məhəmmədi Mustafa ilə Kövsər başında görüşənlərdən qərar ver. Allahım, şəhid doğmalarına Həzrəti Əyyubun səbrindən ver. Allahım, şəhid atalarına, şəhid analarına, şəhid yarlarına, şəhid bacı və qardaşlarına, şəhid xanımlarına sən güc, qüvvət, səbr ehsan elə. Bala baldan şirindir, ya Rəbbim. Balı yeməmisənsə, onun dadını bilə bilməzsən. Onlar dünyanın ən gözəl neymətləri olan övladlarını bu vətən üçün, bu dövlət üçün, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qurban verdilər. Sən onlara mübarək qərar verdin, ya Rəbbim. Necə övladlarını müqəddəs seçdin, seçilmişlərdən qərar verdin, bütün şəhid doğmalarını da sən mübarək qərar verdin. İndi sənə yalvarıram, öz balalarını, ya Rəbbim, sən öz böyüklüyünə xatir, bütün şəhid doğmalarına, xalqımıza, dövlətimizə, Qarabağın Fatihinə, İlham Əliyevə şəfayətçi qərar ver, ya Rəbbim. Allahım, Allahım, sən o şəxsləri ki, yaxşı tanıyırsan, onlar gün çıxandan gün batana kimi tək Ramazanda deyil oruç tutsunlar. Onlar sənin haqqına qarşı zərrə qədər qüsura yol verməmək üçün yalandan, qeybətdən, qul haqqına girməkdən, rüşvətdən, iftiradan, böhtandan, üzə gülüb arxaya təyin etməkdən kənar durmaq üçün sənə yalvararlar. Nəfslərinin şərlərindən sənə sığınarlar. Ya Rəbbim, o şəxsləri özün xeyirli və bərəkətli ömürlə yaşadı. Və Ramazanda bütünlüklə gün çıxandan gün batana kimi ibadət edənləri də həmin kəslərin, ya Rəbbim, yaxşılığa doğru addımlayanların, iman, təqva dolu könül sahiblərinin yolu ilə gedənlərdən qərar ver, ya Rəbbim. Allahım, bizi layiqincə qulluq ədəbi ilə mənəvən silahlandır. Allahım, ən təhlükəlisi dövlətsizlikdir. Bu dövlət bizim üçün bir neymətdir. Dövlətinin qədrini bilməyənlər Suriyada, İraqda, Yeməndə, Əfqanistanda, ya Rəbbim, bugün dövlətsizlik hökm sürür Ukraynada. Biz görürük hansı acı fəlakətlərlə, fəsadlarla üz-üzə qaldılar. Dövlətinə sahib durmayanlar namusuna, şərəfinə sahib dura bilmədi. Sənə yalvarıram, bizi dövlətsizlikdən mühafizə ilə, dövlətimizi qoru, ya Rəbbim, dövlətimizi gücləndir, qüdrətləndir, ya Rəbbim. Ya Rəbbim, ən təhlükəlisi dövlətsizlikdir. Dövlətin mənbəyi xalqdırsa, bu xalqı mənəvi dəyərlərlə, imanın nuru ilə mükafatlandır, ya Rəbbim. Bizlərə heç zaman fürsət vermə ki, bir-birimizə sən hansı cəmaatdansan şuurunu və düşüncəsini daşıyaq və dilimizə gətirək. Bizləri milli, dini, kimliyin vəhdəti ilə elinə, obasına, soyuna, dövlətinə, xalqına uğur gətirənlərdən qərar ver. Ya Rəbbim, övladlarımız mənəvi dəyərlərinə bağlı olub, bu vətən üçün, bu dövlət üçün, əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azadlığı üçün döyüşmək, savaşmaq imandandır prinsipini
Ya Rəbbim, könüllərinə taxt seçdilər. Onlar yad ölkələrdən gələn fətvalar və sifarişlərlə deyil. Onlar, ya Rəbbim, qalib sərkərdəmizin, Allahın özünün ərşdə seçdiyi Qarabağın xilaskarı, Qarabağın fatihi, Müzəffər Alıbaş komandanımız İlham Əliyevin əmrinə tabi olaraq çoxu qazi, çoxu şəhid oldu. Onlar Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın yolçuları kimi yola qədəm qoydular. Bu yolda şəhadət şərbətinə təşnə ikən aldıqları qeyri-bərabər döyüşdə İmam Hüseyin məktəbindən aldıqları dərsi hansısa ölkədən deyil, şəhidlərin sərvəri İmam Hüseyin məktəbindən aldıqları dərsi Azərbaycan Şəhidlik müəssisəsinə transfer edərək, hansısa ölkənin fətvası ilə deyil, öz ölkə başçıları, milli mənəvi dəyərlərin ən böyük təminatçısı olan İlham Əliyevin əmrinə tabi olaraq, onun qətiyyət iradəsi ilə bu vətən adına canlarını qurban verdilər. Onlar sənin seçdiyin sevimli bəndələrə çevrildilər. İndi isə sənə yalvarıram. Bu ki, sənin əlindədir, ya Rəbbim. Şəhidlərimizi Kövsər başında Məhəmməd-i Mustafa ilə görüşənlərdən qərar ver Allahım. Bu ki, sənin əlindədir, ya Rəbbim. Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan ordusunun düşmənlərini məyus et, zəlil et, ya Rəbbim. Daxildə və xaricdə mənəvi dəyərlərimizə zidd davranışlar sərgiləyən, davranışlar həyata keçirən milli dönükləri islah et, ya Rəbbim. Onları məyus et, ya Rəbbim, əgər islah olmayacaqlarsa. Ya Rəbbim, bu ölkə elə bir ölkədir ki, bu ölkə mübarək ruhların uyuduğu, yatdığı ölkədir, ya Rəbbim. Sən bu ölkəni cənnət qərar vermisən, ya Rəbbim. Bu cənnət ölkəmizi cəhənnəmə çevirməyə niyyətlənən, hədəflənən insanları məğlub et, rəzil et, məhv et, namud et, ya Rəbbim. Ya Rəbbim, mən xatırlayıram mənim rəhmətlik anam, Seyid Səbiqə xanım, üzünü görmədiyim anam deyib, Laçında dəfn olunan anasının qəbrini ziyarət etmək istəyirdi. Sən bu cür düşünən minlərlə insanların arzusunu həyata keçirmək üçün, 10 minlərlə insanların arzusunu həyata keçirmək üçün sən Qarabağın xilasını, qalib sərkərdəmiz İlham Əliyevin qətiyyəti, yenilməz ordumuzun şücayəti, xalqımızın vəhdəti ilə bizlərə ehsan etdin, ya Rəbbim. Bu zəfərdən, bu qələbədən, bu fətdən, ya Rəbbim, üstün nə olar? Dualarımızı qəbul eylə, ya Rəbbim. Oruç və namazlarımızı qəbul eylə, ya Rəbbim. Bu birliyi, bu bərabərliyi, bu vəhdəti qiyamətə qədər, məhşərə qədər özün mühafizə eylə, ya Rəbbim. Allah dualarımızı qəbul etsin. Allah Teala oruç və namazlarımızı qəbul etsin. Xanım redaktor söyləyir ki, çoxlu sayda suallarımız var. Dərhal qəbul edəyim mi? Buyurun xanım redaktor. Salam aleyküm. Bir daha hamınızı salamlayıram. Allah sizdən razı olsun, Ayseyid Camal. Allah sizi qorusun. Allah verilişinizi, Space kanalını, ölkəmizi, prezidentimizi, dünyamızı qorusun. Bəli, deputatımız çox gözəl qeyd elədi ki, bu əvəzsiz bir qələbə idi. Bu qələbədən yoxdur. Bəli, bu günlərimiz Xan kəndindəyik, Şuşadayıq. Deymən, indi bu dəqiqə öz kəndimdə Ağdamın Xıdırlı kəndinə köç eləmişəm. Bax, burada yaşayıram. Buradan sizi salamlayıram. Həmişə Bakıdan salamlayırdım, indi Xıdırlıdan. Allah sizi var eləsin. Allah nə arzularımız varsa yanıma çatdırsın. Seyid Camal, dua elə inşallah biz hamımızda evə çox adam yığılıb. Bax, iftarı gözləyirik. Hamı bu dəqiqə siz dua elədikcə hamı birlikdə amin, amin, əllər göyə qalxır inşallah. Çox təşəkkür edirəm. Buradan Xıdırlımıza salam və dualarımı göndərirəm. Buradan bizə çoxlu salam göndərənlər var. Xanım redaktor indi mənə söyləyir minlərlə. Xan kəndindən, Laçından, Şuşadan
qürbət ellərdən hər birinizin qarşınızda baş əyirəm. Ceyhun müəllim, hörmətli millət vəkilim, əvvəllər belə dua edirdik. İnsan unutqandır. Səmimiyyət də deyim, dil səmimiyyət və inan verişin bir fərqi var ki, Fariz həkim, bizdə bir səmimiyyət mühiti formalaşıb. Adiləşdirdik çoxumuz. Ağdamdan, Xankəndindən, Şuşadan, Laçından səsli mesaj göndərirlər, zəng edirlər. Bəlkə də çoxlarımız hələ də nəyin baş verdiyindən yuxudaymış kimi xəbərsizik. Bəlkə elə deyil. Əslində, bilirsiniz, elə istərdi kisəydim. Bunu sözlə ifadə eləmək də biraz çətindir. Yəni, Ağdamda, Xıdırlıda iftara hazırlaşırlar. Dualarımıza amin deyirlər. Bəli, illər öncə işğal altında idi. İllər öncə biz bu günləri arzuluyorduk ki, o gün olsun ki, bu torpaqlar azad olunsun. Həqiqətən də bayaq da biz ona toxunduq. Yəni, bu torpaqların milli kimliyi özünə qayıtdı. Ruhu özünə qayıtdı. Mənəvi mühiti qayıtdı. Bu torpaqlar təzə azad olunanda hamımız getmişdi. Mən gedəndə açığı indi müxtəlif baxışlar vardı. Mən o torpaqlarda bir sanki torpaq da insandan küsmüşdü. Hardasınız? Hardasınız? Biraz gecikmədiniz mi sanki? Neçə ildir biz sizi gözləyirdik. Yəni, baxırsan da tamam fərqli bir vəziyyət idi. Amma bugün baxın Qarabağ necədir? Bugün Şərqi Zəngəzur necədir? Gözəlliklərə bürür. Və yollara baxırsan, tikintilərə baxırsan, kəndlərə baxırsan, inkişafa baxırsan, indi qeyd etdik, cənab prezident orada açılışlar edir. Həqiqətən də adamın ürəyi o qədər belə qürurlanır ki, kimin ağlına gələrdi ki, Xankəndiyə biz gedəcəyik və Xankəndi bizim olacaq? Hadrut. Ümumiyyətlə, ermənilər nə Kəlbəcəri, nə Laçını vermək fikirləri yox idi. Qalib Sərkərdəmiz özü söylədi. Bəli, özdə itki olmadan. Şərtlər nə idi bu? Amma burada mən də bir iki dəfə bu məsələyə toxunmuşam. Yəni, əslində, insan sözünün mənası unutmaq sözündən gəlir. Yaradılış etibarı ilə insan unutmağa meyillidir. Unudur daim. Yəni, indi Quranda da Allah Teala həm də insan haqqında deyir ki... Həm əşrəfli deyir, sonra da unutqalı olmalı. Həm də deyir ki, insan öz Rəbbinə qarşı çox nankordur. Yəni, dəfələrlə bunu deyir. Və o mənada siz çox önəmli bir məqama toxundunuz ki, yəni biz bu qələbənin önəmini, əhəmiyyətini, dəyərini heç zaman unutmamalıyıq. Ola bilər hansısa bir çətinlikdə olsun, çatışmamazlıqda olsun, bu təbiidir. Yəni, müxtəlif bölgələrdə, dünyanın hər yerində. Amma bu nemət əvəzsiz bir nemətdir. Yəni, mən yenə də gəlirəm. Baxın, indi mən ölkə adı çəkmək istəmirəm, amma əsrlərdir bir qarış torpağını azad edə bilən bir ölkə. Nə qədər işğalda torpağı olan ölkələr var. Mən hər dəfə deyirəm, Allah bəd nəzərdən qorusun. Bəli, böyük bir möhtəşəmdir və buna biz nəyə nail olduq? Ali Baş Komandan, xalqımızın birliyi. Vəhdət halında. Bəli, qəhrəman vətən övladlarının şücaəti. İndi bizim birliyimizi dağıtmaq istəyirlər. Siz çox yaxşı dua elədiniz. Buna biz imkan verməlidik. Biz sipər olmalıyıq, mövqe qoymalıyıq ortaya. Bu məsələnin önəmini, əhəmiyyətini gündəmdə saxlamalı. Biz 20 mindən artıq itkimiz var, şəhidimiz var. Nə qədər vətən övladı biz itirdik. Doğrudur. Bir tərəfdən qürurlanırıq, amma bir tərəfdən də qəlbimiz yanır. Elədir. O dəyərli övladlara görə, o dəyərli bizim gənclərimizə görə. Amma təsəllimiz odur ki, bugün Xocalını qeyd edirik. Xocal artıq qisasımız qiyamətə qalmayıb. Buradan o tərəfi əsla yoxdur və bir şeyi də deməsəm, qiyamətə qədər o tufyanaram. Mən müharibə başladığı, şərəf müharibəsi başladığı gündən bu günə qədər Qalib Sərkərdəmizin dilindən bir dəfə mən dediyini eşitmədim. Heç zaman demədi. Bu yüksək əxlaqi dəyərlərə, mənəvi dəyərlərə sahib olan müsəlman liderin, dünyəvi ölkə olan Azərbaycan dövlət başçısı İlham Əliyev cənablarının
əxlaq nümunəsidir, əxlaq göstəricisidir. Əziz həkimim, necə keçir işlər? Nələr yeyəcəyik? Bax, iftarda daha çox tövsiyələr nədir? Bu arada sağ olun, iftarımızı da gətirmişsiniz. Tövsiyələr nədən ibarətdir? Bax, iftarda ən çox bəyənilən yeməklər hansıdır? Çünki İmsaka doğru, hörmətli millət vəkilim gördü, çoxlu sayda bizə səsli mesajlar gəlirdi. Biz deyirdik ki, sabah inşallah həkimimiz iştirak edəcək. Elə birinci, imsak necə olmalıdır? O başdan da süfrədə nimətlər birinci nə olmalıdır həzm baxımından? Çox üzr istəyirəm, bir sual var elə. Onu qəbul edək, çox üzr istəyirəm. Əfvinizə sığınıram. Buyurun, yüzlərlə sual var, ümumiləşdirir xanım edər. Axşamınız xeyir olsun. İnan proqramının heyəti salamlayıram hər birinizi. Hər birinizin oruc namazlarını Allah qəbul eləsin. Mənim bir sualım var, zəhmət olmasa cavablandırardınız. Mədəsində, bağırsağında xora olan insan oruç tuta bilərmi? Zəhmət olmasa cavab verərdiniz. Təşəkkür edirəm. Xanım doktor dərhal dedi ki, bu sualı verək ki, bunun içərisində dəyərli həkimimiz, tibb elmləri doktoru, Fariz həkim ümumiləşdirib cavablandırsın. Buna bənzər yüzlərlə sual var. Yəni, sizin sahəyə birbaşa aidiyyəti var. Biz həmişə qeyd edirik ki, insan sağlamlığı bir Allahın verdiyi bir əmanətdir insana və hər bir insanın da borcudur ki, o əmanəti həmişə qorusun, göz bəbəyi kimi, çünki bizim sağlamlığımızı bizə Rəbbimiz qismət edib. Və əgər bizim hər hansı bir nöqsanımız, bədənimizdə hansısa bir problemimiz varsa, hansısa bir xəstəliyimiz varsa, biz öz canımızı və bədənimizi qorumaq borcumuz var. Xüsusilə də orucda vaxtı, Ramazan ayında əgər hansısa bir orqanımızda olan problem bizim səhhətimiz üçün problem yaradacaqsa və biz ondan əzab çəkəcəksə, Allah yaratdığı insanın heç birinə əzab verməyib və onun əzabını istəmir. Ona görə də biz də bir bəndə olaraq çalışmalıyıq ki, bizim bədənimiz sağlam olsun ki, biz orucumuzu rahat tuta bilək. Nələrə diqqət etməliyik? Xüsusilə də indi xanım sual verdi, mədə xorası. Biri ki, hər bir qida, içdiyimiz bir qutum su belə birinci növbədə mədəyə və bağırsağa düşür. Ona görə də əgər həmin orqanda bilavasitə qidanı, yediyimiz çörəyi və suyu qəbul edən orqan birincisi olaraq mədədirsə, biz onun sağlamlığını birinci ön plana çəkməliyik. Əgər orada problem varsa, biz aydın məsələdir ki, biz oruç tutmaq olmaz. Ümumiyyətlə, qida məsələsində mən diyetolog deyiləm, sənətim o deyil. Amma bir həkim olaraq bir şey bilirəm ki, insanın mədəsinin bir tutumu var, həcmi var. Xüsusilə də 14-16 saat müddətində ac qalanda mədəni birdən-birə hər hansı bir qida ilə mı yükləmək düzgün deyil. Çünki mərhələli şəkildə. Bəli, mədədə qidanın həzm olunması özü bir böyük bir patofizioloji prosesdir. Yəni, bu bir rutin bir şey deyil ki, mən qidanı yedim və mədə onu həzm edəcək. Burada mədənin öz turş mühütü, öd kisəsindən, mədə-altı vəzdən, ora fermentlərin axması, qaraciyərdə yediyimiz qidaların həzm olması. Yəni, bu böyük bir prosesdir, bu ilahi bir sirdir, bu bədəndə olan proseslərin gedişatı. Ona görə də qida hissə, xüsusilə də orucda vaxtı, hissə qidalanmalıdır ki, mədə birdən-birə qida ilə yüklənməsin. Çünki yüklənirsə, onda biz artıq mədə-altı vəzi, öd hissəsini qaraciyərdə yükləmiş oluruq. Ona görə də onların da fəaliyyəti, bilirsiniz, bədəndə Allah insanın orqanizmi belə yaradıb ki, burada bütün orqanlar bir-birinə vəhdətdə işləyir. Heç bir orqan sərbəst işləmir. Qaraciyər mədəyə cavabdehdir, mədə bağırsağa cavabdehdir, bağırsaq qan damar sisteminə cavabdehdir, ürək böreyə cavabdehdir, zəncir vardır. Əgər zəncirin hər hansı bir həliqəsi qırılırsa, aydın məsələdir ki, onda bütün bədəndə olan problemlər baş verə bilir. Ona görə də qidalanma hissəvi olmalıdır və bir də çox ağır qidalar, birdən-birə tutaq ki, xəmir yeməkləri, çox yağlı yeməklər, bunlar məsləhət deyil. Allah rəsul, bir də əziz həkimim, adamlar görmüşük ki, iftarda xurma ilə açır. Çox maraqlıdır Ceyhun, mən rast gəlirəm. Dayanmadan yeməkdən öncə ardıcıl dəfələrlə su içir.
O su da müəyyən mənada yüklənmə yaratmır ki. Yox, su yüklənmə yaratmır. Əksində bir fincan içsin, qidadan- ikisini içsin, amma adam 4-ünü, 5-ini içirsə bu Ramazan vaxtı olmadığı dövrdə belə insanın qidadan qabaq su qəbul etməsi bu normal bir şeydir və daha Onun da doğrusu bir məsləhət qədər- olan bir şey, amma qədərində. Aydın məsələ qədərində. Xüsusilə də səhər-səhər yuxudan duranda insanların acı qarnına su içməsi çox təqdir olunur. təqdirə soyuq olmasın, otaq temperaturunda olan suyun qəbul olunması, eləcə də günorta və axşamlar da qəbul edilməsi müstəcəbdir, normaldır. Yatmamışdan da. Bəli, bunlar hamısı normaldır. Çox yuxu qabağı çox su içmək məsləhət görülmür. Çünki bu bölgələrin fəaliyyətini gecə arta bilər və insan yuxusu pozula bilər müəyyən o fizioloji aktlara görə. Ona görə də su içməyin də bir qədəri olmalıdır. Yəni ümumiyyətlə hər bir şeyin qədəri olmalıdır. Ədəbi var sanki. Bəli. Bir də niyə elədir? Bir də niyə ilahi ziyafət olan iftarı açdıqdan sonra biraz yemək yedikdən sonra adamın ürəyi şirin bir şeylər istəyir. Bu sanki tələbata çevrilir. Bilirsiniz, O sözcüsünə insanlar bunu məcbur olur, yeyir. Biz komanda üzvlərimizdə görürük ki, bu sistemli fəaliyyətimiz vardır. Ceyhun mən bir, Allah razı olsun. Tutaq ki, Fət mənim əlində bir şirin nə şey gətiribsə, ya Ceyhun mənim, ümumi deyirəm yəni bunu. O, insan ürəyi çəkir o masanın üzərində. Əslində bu insanın sonra bu ağırlıq yaradır. Əslində bu insan orqanizminin tələbatıdır. Çünki Doğrudurmu iftardan sonra yemək yedikdən sonra şirniyyatlar yemək? dərhal yox, müəyyən fasilədən sonra yemək, şirin şey yemək məsləhətdir. 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 Çünki bədəndə olan ən böyük energetik qüvvə məhz şirin yeməklərdədir. Və bizim beynimiz və qaracərimiz, xüsusilə bu iki orqan və beyin və qaracərin normal fəaliyyəti üçün şirniyyatın rolu vacibdir. Hansı formada, qədərində o başqa bir söhbətdir və mövzudur. Amma əslində qalsa şirin qida. Çünki insan bu müəyyən saat ərzində, 12-14 saat ərzində ki, bədəndə bədən bir növ özü-özün təzəliyir. Müqaviməti toparlayır. Toparlayır və bu dövrdə artıq sərf olunmuş enerjinin yerini doldurmaq üçün müəyyən bir qidalar onun üçün qəbul olunur və belə hallarda şirin qidalar daha çox o Allah razı olsun. qida balansını... Onda kim hədiyyə gətirsə biz imtina eləməyək. Təşəkkür edirəm. Xanım redaktor, buyurun. Hər kəsi salamlayıram. Allah tutulan bütün oruçları, bütün qılınan namazları qəbul etsin. Mənim 14 yaşım var, mən də oruç tuturam və mənə də namaz qılmaq nəsib olubdur. Mən bu sualı bilmək istəyirəm ki, səhərlər daha çox hansı qidaları yeməliyik ki, bizi gün ərzində tox saxlasın. Zəhmət olmasa bu haqda deyərdiniz də ki, bizi tox saxlasın. Hansı qidalar tövsiyə olmalıdır səhərlər və iftarda da hansı qidaları yesək, yəni daha sağlam hiss edərik özümüzü. Zəhmət olmasa bu haqda deyərdiniz. Allah da sizin tutduğunuz oruçları, qıldığımız namazları qəbul etsin. Oxuduğumuz Quranları qəbul etsin. Sağ olun. Allah razı olsun. Gözəl dualardır. Hörmətli həkimim, Faris həkim, bizə yüzlərlə bu 8 gün içərisində o 10 minlərlə sual var. Onun içərisində yüzlərlə deyirəm, haqlarına girirəm. Minlərlə insanlar, bax sizlərin sahənizə, tibb sahəsinə, səhiyyə bağlı çoxlu suallar var. Mən də bu həkim olaraq bu sualları düzgün qavıram. Çünki insanlar bayaq dediyimiz bu öz sağlıqlarına diqqət edirlər. Bu mütləq bir şeydir ki, insan... Həm də bu təqdir olunasıdır ki, əlbəttə ki, insan öz sağlığını düşünür və ona... Can da Allahın əmanətidir. Bəli. Səhər yeməklərində əsasən yumurtadır, baldır, yağdır. Bunlardan 2 yumurta yeyə bilər. Eləmi? Bəli. Onda bizim əməkdaşlarımız doğru edirlər. Buyurun. Amma məsəl üçün duzlu pendir yemək məsləhət deyil. Çünki bu sonra su tələbatını yarada bilər. Bir mənalıdır. Ona görə də yəni daha çox energetik balansı bərpa eləyə bilən baldır, yumurtadır. Bunlardan istifadə edə bilər. Balla yağ yemək olar mı? Balla yağda yemək olar, bəli. Aydın məsələ ki, əgər o insanların başqa bir ciddi problemi yoxdur. Çünki mən bilirəm ki, insanlarımız... Əslində bu da bizim millətimizin bir böyüklüyüdür ki, öz bəzi
xəstəliklərini də göz ardına alırlar və oruç tutmağı özlərinə bir borc bilirlər. Bu çox böyük bir şeydir. Bu mənəvi bir addımdır. Bu imana bağlı olan bir məsələ. Bir də çox üzr istəyirəm, məqamında deyim, səhər o başdan imsakda duru yeməklərin, sulu yeməklərin yeyilməsi necə? Bu açığı insanın öz zövqünə və dad qabiliyyətinə olan bir şeydir. Gün ərzində, yəni müqavimət gücü baxımından. Yox, duruq yeyə bilər, amma hökmən enerjisi daha çox olan dediyimiz kimi yumurtadır, baldır, bunlardan istifadə etməkdə hökmən də o da lazımdır. Təşəkkür edirəm. Əziz qardaşım, səhər nə yediniz o başdan? Səhər yedim. Həkimimizin məsləhət gördüyü kimi yumurta. Məsələn, siz neçə yumurta yeyirsiniz? Mən çox maraqlıdır. Mən ikisini yeyirəm. Bir təsadüf hallarda iki. Allah kömək olsun. Buyurun, xanım redaktor. Salam, hər vaxtınız xeyir olsun. Allah Teala tutduğumuz orucu, qıldığımız namazları, etdiyimiz duaları Allah Teala qəbul eləsin inşallah. Xahiş edirəm, mənim də bir sualım var. Həkimimiz cavablandırardı zəhmət olmasa. Mənim ödüm yoxdur, öd kisəsindən əməliyyat olmuşam. Bu həmişə bu iyulda 2 il olacaq da. Keçən il mən oruç tutdum bir həftə, özümü çox pis hiss elədim. Amma bu il oruç tuturam, şükür Allaha başlayandan bu günə qədər. Elə də narahatçılığım yoxdur. Amma sol tərəfdən mədə-altı vəzim sancır, hiss eləyirəm ki, mənə oruç tutmaq olar, yoxsa olmaz. Allah şəfanızı versin, Allah bütün xəstələrimizə şəfa versin. Belə bir dua edim. Allah xalqımıza dərd verib, dərman axtartmasın. Allah hər birimizə sağlamlıq ehsan etsin. Dəyərli həkimim, yüzlərlədir suallarımız. Allah tutduğunuz orucu qəbul etsin. Düşünürəm ki, indi bu 8-ci günə qədər oruç tutmuşsa bir problem olmayıbsa, amma hərdən açığı deyirsiniz, sol tərəfdə sancı hiss edirsiniz. Bu, yəni bunun mədə-altı vəzlə də bağlı bir əlaqəsi yoxdur. Çox güman ki, bağırsaqla problem ola bilər, amma hər bir halda... Həkimə müraciət etsin. Hər bir əlbəttə ki, yəni bu efirdə hansısa bir suallara cavab vermək, bunlar hamısı... Biz görmürük, müayinə olunmadan bilmək olmaz ki. Amma hər halda düşünürəm ki, yəni sizin öd kisənizin olmaması oruç tutmamaq üçün bir səbəb deyil, yəni tuta bilərsiniz. Siz yaxşı dediniz, bir dəfə bir həkimimiz var, dedi, hər şeydə bəhanə etmək olmaz oruç tutmamaq üçün. Allah razı olsun. Buyurun. Əssalamun aleyküm. Tutulan oruclarınızı Allah qəbul eləsin. İcazənizlə sualımı vermək istəyərdim. Quran-ı Kərimdə Ali İmran surəsində Uhud döyüşündən danışılan ayələr var. Bilmək istərdim, o ayələr bizə nəyi öyrədir? Hansı mesajları verir? Allah razı olsun. Təşəkkür edirəm. Eşitdiniz millət vəkilim? Bəli, əslində... Quran ümumiyyətlə elə bütövlükdə bizə dərs verir. Bəli, yəni əslində bilirsiniz ki, İslam tarixində bir neçə həlledici müharibə olubdur. Ondan biri Bədirdir, biri də Uhud müharibəsidir. Hansı ki, ümumilikdə regionda ümumi bir tarixin dəyişməsinə gətirib çıxartdı. Və ümumiyyətlə, İslamın özünün bu müharibə ilə bağlı bir konkret yanaşmaları var, tələbləri var. Elədir. Və bu tələblər, tutaq ki, yaşlı insanlara xələl gətirməmək, eyni zamanda uşaqlardır, ibadət evləridir, ağaclardır və s. Yəni, əslində, bütün məsələlərdə olduğu kimi müharibə məsələsində də İslamın bir mədəniyyəti var, ədəbi var və əxlaqı var. Və Uhud savaşında da, bəli, yəni əslində bu müharibə onu göstərdi ki, yəni müsəlmanların birliyi nə dərəcədə önəmlidir, həmrəyliyi nə dərəcədə önəmlidir. Və ən önəmli mesajlardan biri də verilən tapşırıqların dəqiq yetirilməsi nə qədər önəmlidir. Yəni, müharibə şəraiti baş verir, hər kəsin öz mövqeyi var, hər kəsin öz yeri var və o mənada hər kəs üzərinə düşən vəzifəni dəqiq yerinə yetirməlidir, mövqeləri qorumalıdır, yəni verilən göstərişlərdən və əmirlərdən kənara çıxmamalıdır və eyni zamanda tam arxayın da olmaq olmaz.
Yəni arxayınlıqda nəticə etibarilə gətirib müəyyən bir fəsadları və müəyyən məğlubiyyətə gətirib çıxarda bilər və həmin döyüşdə də müsəlmanlar təəssüf ki, müəyyən mənada bir sıra çətinlikləri yaşadılar. Yəni onun mesajları var. Bəli, və belə deyək, dərsləri var. Əlbəttə ki. Təşəkkür edirəm. Allah razı olsun. Hə, tamamlamadınız mı? Tamamladım. Yəni əsas orada odur ki, o nizam, intizam, onun qaydaları, Peyğəmbərin ətrafında sıx birləşmə. Çünki orada bəzi proseslər oldu ki, o ümumi müharibəyə öz təsirini göstərdi. Allah razı olsun. Salam olsun könüllərin sultanına. Salam olsun Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, Qarabağın, bütün vətən şəhidlərinin mübarək ruhlarına. Quran ayıdır, şəhidlərin günüdür. Eləsə niyə dayanaq ki, ustad? Öz gözəl əxlaqınızla, öz gözəl davranışınızla siz də xidmətinizi göstərmək üçün dəvət etdik. Mən çox istəyirəm Əbfət qardaşı. Zahiri, batini bir olan... Gözəl insan. Bəli, çox gözəl insandır və düşünürəm ki, Azərbaycanın mənəvi mühitində belə milli şura, milli düşüncəyə malik kadrlarımızın varlığı gələcəyimiz üçün də bir nemətdir. Niyyət bəllidir, hədəf bəllidir. Xüsusi olaraq Xocalı şəhidlərimiz başda olmaqla bütün vətən şəhidləri üçün niyyət etməyinizi xahiş edirəm. Ayrıca olaraq Ulu Öndərimiz, niyə mən hər zaman Ulu Öndərimizi unutmağı özüm üçün vəfasızlıq qəbul edərəm. Şəcərəli bir əhl-i-beyt mənsubu olaraq bunu demək istəyirəm ki, kimlərsə cəsarət etməyəndə Ulu Öndər nəinki milli, mənəvi dəyərlərin təminatçısı, o Qarabağ Seyid ocaqlarını ziyarət edirdi. Və mən də Qarabağ Seyid ocaqlarının bir mənsubu olaraq düşünürəm ki, birinci mənim üzərimdə bu məsuliyyət var, mənəvi məsuliyyət. Çünki ölkəmizdə həqiqətən də mənəvi, dini dəyərlərin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı Ulu Öndərimiz, Ümumi liderimiz Heydər Əliyev cənab Bağırov. Eləcə də hörmətli Zərifə xanımın da və bu an bizi izləyən, bizə dəyər verən, apardığımız bu ideoloji işin belə söyləyəcəm bugün, fərqində olan hər bir kəsin vəfat etmişlərinin əziz ruhu üçün ehsan olsun. Təşəkkür edirəm. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Âmener-rasûlü bimâ unzile ileyhi min rabbihi vel mu'minûn. Kullun âmene billahi ve melaikatihi ve kutubihi ve rusulihi la nufarriqu beyne ahadim min rusulihi ve qalu sami'na ve ata'na gufraneke rabbena ve ileykel masir. La yukellifullahu nefsen illa vus'aha. Laha ma kasabat ve aleyha maktasabat.
ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهر على رسول الله وآله الأطهر. Salam olsun Məhəmmədi Mustafaya, salam olsun onun mübarək əziz ev xalqına, əhli beytinə, salam olsun onun mübarək əziz 4 xəlifəsinə və mübarək səhabələrinə, salam olsun Xocalı bütün vətən şəhidlərinin mübarək ruhlarına. Qurban olum Allahım, bilirəm sən eşidirsən, bilirəm sən çox yaxındasan. Mən bilirəm, sən özün demisən, mən sizə şah damarınızdan da yaxınam. Elə isə sən eşidirsənsə, sənin ayında mən niyə səndən diləməyim? Mən niyə günahlarımızın bağışlanmasını, gələcək günlərimizin xeyrə səbəb olmasını səndən istəməyim? Mən sənə yalvarıram. Əbülfət qardaşımızın Xocalı şəhidləri adına, vətən şəhidləri adına, onların mübarək ruhları üçün oxuduğu müqəddəs kitabındakı mübarək kəlamları öz dərgahında qəbul elə Allahım. Bu ki, sənin əlindədir, ya Rabbim, qəbul elə, ya Rabbim. Öz kitabında özün onları seçdin, özün onları tərif etdin, ya Rabbim. Tərif etdiyin qullarından qərar ver, ya Rabbim. Ya Rabbim, şəhidlərimizin məqamını sən uca verdin. Onun doğmalarının da şanını sən ucatdın, ya Rabbim. Onların sağ qalan valideynlərinin şanını sən tərif etdin, ya Rabbim. Sənin Peyğəmbərin özü dedi ki, bir şəhid 70 doğmasına şəfayətçi olacaq. Eləsə sənə yalvarıram. Nə olar, ya Rabbim, tək o 70 doğmasına deyil, xalqımıza, dövlətimizə, bizlərə də onları şəfayətçi qərar ver. Qalib sərkərdəmizə də, ordumuza da şəfayətçi qərar ver. Dövlətinə, bayrağına sevdalı, aşıq olan bu dövlətin varlığını, bu vətənin varlığını
istəyən, sevən, onun uğrunda hansı peşədə, hansı sahədə olmasından asılı olmayaraq, onun üçün bir şərəf işi, bir iman işi, bir təqva işi, bir ilahi riza işi olduğunu dərk edən soydaşlarımız var. Ola bilər kimlərsə onu bilməsin. Amma sən ki onu bilirsən, sən ki onu hamıdan yaxşı tanıyırsan, elə isə o şəxsləri də sahibsiz bıraxma, ya Rəbbim. Ya Rəbbim, sənə yalvarıram, potensial diri şəhidlərimiz adlandırdığım diri şəhid dollar qazilərimiz var. Bugün bir neçəsi şəxsimə telefon açıblar. Yüzlərlə dünəndən inamın işığına səsli mesajlar göndərib, elə gözəl, xoş sözlər, təriflər deyirlər, mən həya edirəm dediklərinə Allah məni və komandamı layiq qərar versin. İçərisində çox gecələri səhərə qədər qəlpələr canlarında gəzdirib ağrıyanlar var. Özləri deyirlər, sağ olsunlar, Heydər Əliyev fondu dəstək olur. Yaşad fondu müalicələrini üzərlərinə götürürlər. Amma deyirlər, sənin dualarına çox inanırıq. Məni məyus etmə, ya Rəbbim. Dualarımı eşit, ya Rəbbim. Onlara şəfa ver, ya Rəbbim. Şəhid doğmaları var, çox inanırlar. İsrarlı deyirlər ki, nə olar Seyyidim, dua et. 5 ildə, 4 ildə övladım yuxuma gəlmədi. Bir kərə deyir, yuxuma gəlsə, çox rahatlanaram. Sən eşidirsən, şəhidlərin günüdür. İlahi ziyafətindəyik, canlı yayımda, inamın işığında əl açıb səndən diləyirəm. Mən bilirəm, bunu sən edəcəksən. Çünki sən Rəhman və Rəhimsən. Şafi adına ant verirəm. İndirdiyin Qur'an hörmətinə, Qur'anı bizə tanıdan, Qur'anı bizə sevdirən Məhəmməd Mustafa eşqinə sənə yalvarıram. O nisçilli anaları, ataları, xanımları, övladları sən peşman etməzsən, bilirəm. Yuxularına gətir. Onların mənəvi rahatlığının təminatı üçün gətir. Əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azadlığı üçün qanlarını tökmüş, o torpaqları mübarək diyara yenidən çevirən o ruh sahiblərinə xatir. Bu vətən, bu dövlət səndən bizə bir nemət, şəhidlərdən əmanətdir. Bizi şəhidlər yanında, o ruhlar yanında üzü ağ qərar ver, ya Rəbbim. Bir də sənə yalvarıram. Sən bilirsən, ya Rəbbim, mən heç bir vəzifə, heç nə istəmirəm. Mənim bir istəyim var, ya Rəbbim. Bu vətənin, bu dövlətin birliyini, vəhdətini əbədi qərar ver, ya Rəbbim. Bu vəhdəti, bu birliyi dünyəvi ölkə olan Azərbaycanda təmin edən, onun təminatçısına çevrilən, elə sənin bu verilişinin təminatçısına çevrilən İlham Əliyevi özün qoru, ya Rəbbim. Ordumuzu özün qoru, ya Rəbbim. Xalqımızın vəhdətini, əmin-amanlığını, sabitliyini özün qoru, ya Rəbbim. Bu xalqı, bu dövləti hər cür təhlükədən, hər cür terrordan, zəlzələlərdən, dəniz aşmalarından, yerin göyün bəlasından, xəstəliklərdən qoru, ya Rəbbim. Övladlarımızı qoru, ya Rəbbim. Yüzlərlə, xanım redaktor axşam mənə oxudu, yüzlərlə analar, atalar necə olur, sanki övladımın bəxti bağlanırmış kimi gec evlənirlər, deyir. Onların evlənməsini xeyirlisi ilə, xoşbəxt tali ilə tezləşdir, ya Rəbbim. Borçluların borcunu o da, ya Rəbbim. Xanımlara söz verən kişilər var, bizə yazırlar, bu ildə söz verdim, ev ala bilmədim. Ya Rəbbim, onlara tezliklə ev almağı nəsib eylə, ya Rəbbim. Xalqımızın, dövlətimizin, ordumuzun birlik və bərabərliyini, qalib sərkərdəmizin, Müzəffər Ali Baş Komandanımız Qarabağın Fatihi İlham Əliyev cənablarının ətrafında daha sıx qərar ver, ya Rəbbim. Qoy dualarımız ərşə ocalsın. Amin. Bir şey geri gəlmişim demək istəyirəm. Buyurun. Duaların, qulaq astım dualarınıza və belə bir fikir beyimdən keçdi ki, bu veriliş, bu inan verilişi dinin təbliğ verilişi deyil. Bu veriliş mənəviyyatın, bu veriliş həqiqətin, bu veriliş insanların
insanlığın təbliğatıdır. Bu çox böyük bir şeydir. Bu bilirsiniz, düşünürəm ki, biz bir vətəndaş olaraq düşünürəm ki, bizim millətimizin, xüsusilə cavanlarımızın bugünkü gündə belə verilişlərə, bu sizin söylədiyiniz fikirlərə, sizin qonaqlarınızın dediyi sözlərə daha çox ehtiyacı var və bizim böyük millətimiz var və düşünürəm ki, efirləri dolduran müəyyən o sosial yönümlü mənəviyyata toxunan, çox alçaldan verilişlərin əvəzinə sizin söylədikləriniz, bunların insanlara çatdırılması, bu ruhda olan verilişlərin olması, bilirsiniz, bizim millətimizi, mənəviyyatını xilas edə bilən yalnız belə verilişdə ola bilər. Allah sizi var eləsin, çox sağ olun. Təşəkkür edirəm sizin kimi alimimizdən, ziyalımızdan bunları eşitmək və bu dəyərlərin də ən böyük təminatçısı Azərbaycan dövlət başçısı Qarabağ Fatihi İlham Əliyev cənablarıdır. Mən də bütün təşəkkürləri qalib sərkərdəmiz üçün göndərirəm. Buyurun. Buyurun. Assalamu aleykum. Hər birinizə öz təşəkkürümü bildirirəm. Belə bir veriliş üçün minnətdaram Space TV kanalına, Space TV rəhbərindən. Bütün heyətə təşəkkür bildirirəm ki, yəni əziyyət çəkirlər, yuxulanan haram qatırlar bizlər üçün. Veriliş hazırlar, bunun özü böyük bir təşəbbüsdür. Minnətdarım bildirirəm. Sualım belədir, demək bu neçə müddətdir, neçə illərdir ki, bu Ramazan ayında kimlər ki, ölüləri rəhmətə gedir, onları rayonlarda qara bayram kimi gedirlər. Bu nə qədər də düzgündür, necə doğrundur bu, yəni ki, mən onu bilmək istəyirəm. Çünki bizim Allahın bizə verdiyi sultan ayıdır. Bu sultan ayını biz bir ay Allah'sa oruç tutmalıyıq. Amma bu qara bayram necə düzgün qərar verib ki, rayonlarda qara bayram kimi gedirlər. Zəhmət olmasa mənim sualıma cavablandırın. Təşəkkür edirəm. Minnətdaram bizə verdiyiniz dəyərə görə və Space televiziyasına, onun dəyərli rəhbərliyinə, etdiyiniz gözəl dualara görə həqiqətən də dövlətimizin, qalib sərkərdəmizin mənəvi dəyərlərlə bağlı dövlət siyasətinə mən inam verilişinin timsalında bunu xüsusi olaraq qeyd edirəm ki, Space televiziyası çox böyük fədakarlıq göstərir. Məkanımızı belə bura bizim inam verilişinin birisiz başqa yerdən biz canlı yayıma çıxırıq, amma ən gözəl yeri bizə verirlər. Hətta ən gözəl saatları inam verilişi üçün ayırıblar və hər gün bəzən 2 dəfə Space televiziyasının rəhbərliyi, Allah razı olsun Vadokarovindən, Allah razı olsun Nərman qardaşdan, Zeyma xanımdan, İlqar Fətiyevdən, hər biri bizimlə maraqlanırlar. Mühafizəsinə qədər üzərimizə düşən bir şey var mı Seyidim? Çünki biz gecə, gündüz burada qalırıq da, bilirsiniz. Və ona görə mən də bu arada Space televiziyasının rəhbərliyinə təşəkkür edirəm. Vəfalı millət vəkilim, biz bununla bağlı dəfələrlə bildirmişik, amma dünən məlumatınız olsun, mən gördüm artıq tək 300-dən artıq o 10 millərlə sualın içərisində Qara Bayram anlayışının doğru izahını istədilər. Və xalqımız nə gözəldir ki, bayramdan bir gün o bölgələrdə dəyişir və yaxud sonra vəfat etmiş doğmalarını, xüsusi olaraq şəhid qəbirləri, mübarək o qəbirlər ziyarət olunur. Mən təklif etmişdim, siz də dediniz ki, bunun dəyişilməsi mümkün deyil. Yəni təklif edirdim ki, bu ad sadəcə dəyişilsin. Qara bayram deyilməsin. Bəlkə də nail ola bilir ki, Ramazan boyunca bu ziyarət gözəldir, bəyəniləndir, seviləndir. Buyurun. Ümumiyyətlə Seydim, yəni dünyasını dəyişən insanları ziyarət etmək, xatırlamaq bu dində bəyənilən bir əməldir. Bəli, xüsusilə də bayram günlərində bu artıq bir ənənə kimi formalaşıb ki, insanlar dünyadan keçmiş doğmalarını ziyarət edir. Bu mübarək ənənədir. Bəli, bu çox gözəl bir ənənədir. O mənada ki, biz onları unutmuruq. Övladları, ailənin üzvlərini götürüb bir yerdə gedib, həmin insanlar qarşısında vəfa borcumuzu yerinə yetiririk. Amma termin olaraq, ifadə olaraq bu doğru deyil. Yəni, İslam nöqteyi nəzərindən qəbul edilən bir ifadə deyil. Yəni, bayramın özünün mənası nədir? Bayram sevinç deməkdir. Bayram bir araya gəlməkdir. Bayramla qara sözü ümumiyyətlə bir-birinə... İslamın ümumiyyətlə prinsiplərlə... Yəni, ümumiyyətlə məna etibarilə də bunlar bir-birinə uyğun gəlmir.
Yəni, bunu necə demək olar? Bax, təklifiniz nədir? Yəni, ümumiyyətlə, mən düşünürəm ki, bu qara bayram, qara ifadəsini biz işlətməliyik, çıxartmalıyıq. Bir mənalı. Yəni, sadəcə ölülərimizi ziyarət edirik, doğmalarımızı ziyarət edirik, xatırlayırıq, qəbr üstünə əzizlərimizi ziyarət. Qəbr üstünü ziyarət, əzizlərimi ziyarət kimi verə bilər. Əslində, yəni, burada problem ifadənin işlətməsindədir. Amma mahiyyətə gələndə elə İslamın mahiyyətidir ki, biz bir mənalı olaraq onu unutmamalıyıq və o ziyarətimizi etməliyik və doğmalarımızı həmişə xatırlamalıyıq. Allah razı olsun. Əfət müəllim, siz əslən İmişlidənsiniz də, səhv etmirəmsə. İmişlidə də belə deyirlər Qara Bayram? Bəli, dəyərli siz İmişdə də biz uşaq olarkən də zaten. Ona görə maraqlı olur. Qara Bayram eşitmişik. Mən əslində belə deyək də Ramazanın bayram olduğunu Misirdə anlamışam. Biz Misirə oxumağa gedəndə. Bəli. Yəni, siz Misirdə təhsil almışsınız? Mən Misirdə bir il təhsil almışam. Maşallah. Orada Ramazanın necə bir bayram olduğunu, keçirildiyini orada anladım ilk dəfə. Daha geniş anlamda belə deyək də. Dəyərli Ceyhun müəllimin sözlərinə qatırıram. Yəni, o adət, ənənələr öz yerində, amma həqiqətən də biz İslamın ən böyük iki bayramı ki var. Onlardan biri Qurban bayramıdır, bir də Fitir, Ramazan bayramıdır. Bayramı bayram kimi qeyd etməliyik. Amma eyni zamanda da böyüklərimizi, atalarımızı, babalarımızı ziyarət etməliyik. Nəinki Ramazanda, Qurban bayramında ümumiyyətlə, yəni bayramlarda yeri gələr, hər zaman gedib valideynlərimizi ziyarət etməyə ehtiyac vardır. Allah razı olsun. Ümumiyyətlə, buyurun, estağfurullah. Ümumiyyətlə, bu mən düşünürəm ki, məzarlıq dediyimiz məkan qəm yeri deyil. İnsan ora gedib öz... Xatırlayır. Əlbəttə ki, həm böyüklərini, əzizlərini xatırlayır, həm də öz yaşayışının mənasını bilən bir yerdir. İnsan öz-özünə bir hesabat verir oradan qaydandan sonra ki, mən necə yaşayacağım, mən yaşadığım dövrdə mən nə etməliyəm ki, mən də bir insan olaraq hörmət qazana bilim. Cəmiyyətə bir fayda verim. Əlbəttə ki, məzarlıq yəni belə gedib orada ağlamaq, qəm yeri deyil. Əslində, insan öz həyatının və yaşayışının mənasını duyan bir yerdir. Mən bir balaca haşiyə çıxmaq istəyirəm. Mənim 7 yaşım olanda babamı, Kərbəlayi Məşədi Bayramı və 17 yaşımda olanda nənəmi itirmişəm. Allah rəhmət etsin. Allah rəhmət etsin. Və niyə görə mən bunu qeyd edirəm? Mən körpə vaxtlarında onların yanında çox olmuşam. Və mən bu günə qədər də ziyarətə gedəndə öz atamın məzarını ziyarət etməyə yanaşı, onları da ziyarəti özümə borc bilirəm. Və bir dəfə bir 30 il bundan qabaq təxminən, bəlkə də bir 35 il bundan qabaq gedmişdim ziyarətə, babam, nənəmi ziyarət eləməyə və gördüm bir 6-7 yaşında bir uşaq atasının qəbir daşını bir dəsmalla silir, belə bir şeylə, özə bir həvəslə silir. Gözündə bir kədər də var, balaca göz yaşı da var. Mən bir 5-6 dəqiqə uşağı müşahidə elədim açığı. Belə tanımırdım. Uşağa yaxınlaşdım da əlimi başına çıxartsam, belə mənə baxdı ki, bu kişi məndən nə istəyir belə. Yəni anlaya bilmədi onu. Gəldim evə, mən həmin gecə bir balaca bir yazı özüm üçün qeydlədim. Sonraki kitabımda da mən bunu qeydləmişdim ki, mən elə bir fikir o vaxt dedim. Yaddaşınızda söyləyin. Çox yerdə də bir sözlər dedim ki, orta məktəblərdə iməclik, uşaqların iməcliyini məzarlığa aparmaq lazımdır. Qoy uşaqlar geçsinlər, orada onların doğmaları, əzizləri var, yoxdur. Bu ikinci söhbətdir. Əsas odur ki, uşaqlar orada olan hansı ki, baxımsız ola bilər, ya bəlkə də övladları olmayan insanların baş daşlarını qoy, təmizləsinlər, silsinlər, o olaq otlarını təmizləsinlər. Əslində maraqlı. Bu, bilirsiniz, mən düşünürəm ki, oradan çıxanda necə ki, biz insanlar daha çox təmkinli, daha çox... Çox az yaşlıları deyil də, yəni... Bəli, orta məktəb uşaqlarının orada olması, mən düşünürəm ki, çox böyük bir... Düzdür, mən bunu... Bizdə orada biraz psixoloji amil var. Allah razı olsun, Allah köməyiniz olsun, var olasınız. Orada Seydim, bir dənə bu ölülərlə bağlı, qəbristanlıqla bağlı, bayaq da istədim mən deyəm, amma... İmkan vermədim. Yox, fikirləşdim, amma bunu deyəcəm. Çünki, bəli, burada nədir? Peyğəmbərimizin çox məşhur bir hədisi var. Deyir ki, dünya ləzzətini aparan ölümü tez-tez xatırlayın. Çünki insan bu dünyada yaşayarkən düşünür ki, o əbədi yaşayacaq və bu dünyaya
çox sıx bağlanır. Əslində yeri gəlmişkən biz həm yas mərasimlərində, həm də qəbirləri ziyarət edərkən bir gün bu dünyadan köçəcəyimizi və o dünyaya nə aparacağımızı düşünməliyik. Çünki bugünün o təlaşları, qaça-qaçı, çünki bilirsiniz, əslində həyat bir anın içində bir də görsən ən doğmanı itirdin. Yəni Quranda deyir ki, sizdən heç biriniz bilmirsiniz ki, harada, nə zaman dünyanızı dəyişəcəksiniz. Və o mənada o ibratamiz tərəflərə də fikir vermək və xatırlamaq önəmlidir. Təşəkkür edirəm. Bizim 4 dəqiqəmiz var. Dərhal bir sualda qəbul edək, çünki orada minlərlə sual qalacaq. Buyurun. Şamınız xeyir olsun. İnan verilişinin komandası Seyid Camal bəy, çox gözəl orada qonaqlar əyləşib, sizə baxırıq, yəni çox gözəl verilişdir. Əməyi keçən Allah hər bir kəsdən razı olsun. Yəni qulaq asırıq, suallarımıza cavab tapırıq, baxırıq. Biz Rusiyadan sizi izləyirik. Yoldaşım da oruç tutur, mən də, yəni oğlum da evdə. Bugün mənim yoldaşım həkim qəbulunda olub, səhhətinlə əlaqədar ona iynə yazıblar. Yəni bilmək istəyirik, o iynəni iftardan sonra vurdura bilərmi, yoxsa yoxmu? Olarmı, olmazmı? Yəni onu bilmək istəyirik. Təşəkkür edirəm. Rusiyadan söylədi. Qürbət ellərdən bizi izləyən bütün soydaşlarımız üçün belə bir dua edirəm ki, Allah Taala sizləri də yerin, göyün bəlasından qorusun. Sağlam canla halal ruzinizi çoxaltsın. Dəqiqələrimiz var, dəyərli həkimim. Biz bilmirik yəni. Minlərlə insanlar var ki, onlar oruç tuturlar və onların gündəlik dərman qəbuluna ehtiyacları var. Və onlar o dərmanlarını qəbul etməlidirlər. Amma dərmanların saatlarını və yaxud da hər hansı bir inyeksiya olunursa belə, onun saatlarını o başdan imsaha qədər və yaxud da axşam iftardan sonra qəbul edə bilərlər. Onun heç bir, yəni çünki onlar dərman qəbul etmək məcburiyyətindədirlər sağlamlığına görə və bu zamanda əgər onların oruc olduğu müddətdə dərman qəbul etmirlərsə, səhhəti üçün bir problem yaranmırsa, onda imsakdan sonra və yaxud da imsaka qədər və yaxud da iftardan sonra dərmanlarını qəbul edə bilərlər. Mən sizə təşəkkür edirəm. Çox dəyərli Fariz həkim, çox dəyərli millət vəkilim, Ceyhun müəllim. Əziz Nurlu qardaşım, Əvfət müəllim, Quran ustadı, artıq tələbənizə belə Quran müəllimi kimi təqdim edirik. Sizin nə qədər hazırıza kimi milli kadrlarınız var. Var olun, tək çalışdığınız sahələrdə deyil, elə inamın işığında daim var olun. Allah nəsib etsin, Allah qismət etsin, uzun-uzun neçə-neçə 10 illər inamın işığında Azərbaycan dövlətinin himayəsi ilə İslamın doğrularını, dinimizin gətirdiyi qaydaları, Ramazanın gözəlliklərini bircə xalqımızla bölüşə bilək. Çünki bu da bir nemətdir. Allah bədnəzərdən qorusun, maşallah olsun. Özümüzə də bir arada belə dua edirəm. Allah razı olsun. Əziz və vəfalı namsevərlər, Allah şəhidlərimizin, Xocalı şəhidlərinin, vətən şəhidlərinin hər birinin məkanını cənnət qərar versin. Allah bütün şəhid doğmalarına Həzrəti Əyyubun səbrindən versin. Allah hər birinizin oruç və namazlarınızı qəbul etsin. Üzülməyin, bilirəm, minlərlə deyil, daha 10 minlərlə suallar var. Biz uzaqda deyilik, Space televiziyasında saatlar sonra inşallah sübhün erkən çağında mələklərin seyr etdiyi bir məqamda fərqli qonaqlarımızla saat 04:15-də yenidən inamın işığında canlı yayımda sizlərlə görüşə gələcəyik. Özünüzə yaxşı baxın, Allah şahid olsun. Mən sizləri dualarımda unutmadım. İmkan olarsa bizlərə də İnam komandasına, Space televiziyasına dua edin. Uca, əziz Rəbbimiz, canımız, can, Azərbaycanımızı qorusun.